indi qabağa. Gəlin biz əvvəlcə şansın bölməsinə baxaq. Şansıma bu aşağıdan vururam. Tutaq ki, mən bu arada subbakalavra hələ girməyin. Jurnal da sabah çıxacaq deyən məlumatlar sabah yenilənəcək. Subbakalavra giririk. Məsələn, mən bunu deyirəm ki, bölməm Azərbaycandır, region məsələn Bakıdır. Görürsünüz, burada var da, fərq etmir falan deyə bilərsiniz. İxtisas qrupu məsələn atıram 2-dir. Tədris dilim Azərbaycan olsun, əyanı olsun, ödəniş forması tutaq deyirəm, dövlət olsun. Balım məsələn 200-dür. Bu da olsun 250, məsələn deyirəm, düzdür? Mən deyirəm axtar. Görürsünüz, mənə bütün məlumatlar gəldi bura. Bu həmin o mənim hara qəbul ola bilərəmin bütün siyahılarıdır. Ortada var və s. digər. İndi mən gedirəm. Dala qayıdıb davam edə bilərsiniz. Başqa seçimlər edə bilərsiniz. Yəni baxın, bizim sistemin gözəlliyi odur ki, digərlərinə fərqli olaraq, yəni insan faktorlarına fərqli olaraq biz sizə az vaxt ayırmırıq. Biz deyirik ki, siz indi bundan gedin baxın hesabın bölməsinə baxın. Haralara qəbul ola bilərəm artıq sıfıra düşdü. Yəni sizin bir şansınız artıq azaldı. Yəni bir şansınız vardı yoxlamaq üçün, onu da yoxladınız, bitirdiniz artıq. Yəni burada üstünlük nədir? Ona görə də biz ciddi şəkildə hədəf görürük ki, mütləq çalışın ən azı bu 29 manatlıq paketi alın ki, çünki ən azı hərəsindən 2 dənədir, 49 isə hərəsindən 4 dəfədir. Bu bir məsələ. Daha sonra deməli, keçirik məsləhətin bölməsinə. Məsləhət nədir? Məsləhət iki cürdür, danışdığımız kimi. Siz özünüz siyahı hazırlayırsınız, bir də var başqa bir siyahını yoxlamaq istəyirsiniz. Bunlar fərqli işlərdir. İndi baxın, siz deyirsiniz ki, mənim üçün seçim hazırla. Üzərinə klik edirik, deyirəm bakalavr. Baxın, buradan seçirik ixtisas qrupu, məsələn deyirəm 2-ci qrup. Ödəniş forması, məsələn dövlət istəyirəm, təhsil forması əyanı qalsın. Yenə eyni balı yazıram, 200. Burada olsun, məsələn, bir dəqiqə, 250 olsun, məsələn. Baxın, uşaqlar, burada əsas 4 dənə bölmə var. Siz həyatda bu işi necə aparırsınızsa, biz eyni formanda burada realizə eləmişik. Yəni, bu nə deməkdir? Siz deyirsiniz ki, adama həyatda gedirsiniz hansısa müəllimin yanına. Adam sizə sual verir ki, ay qızım, ay oğlum, arzun nədir? Harada oxumaq istəyirsən? Məsələn, adam deyir ki, arzum etdiyim universitetlər filan yerlərdir. Siz burada görürsünüz, universitetlər bölməsi var. Burada var arzu və alternativ. Bu nə deməkdir? İndi izah edəcəm. Siz tutaq ki, əlavə et düyməsini bastınız. Burada axtarış da verə bilərsiniz və yaxud da ki, belə siyahına gələ bilərsiniz. Məsələn, siz deyirsiniz ki, neft sənayi, məsələn, iqtisad, texniki və məsələn deyirəm Bakı dövlət. Bunları seçdiniz, düzdür? Bunlar sizin arzuvuzdur. Amma sistem sizə irəli getməyə o vaxt imkan verəcək ki, siz ən azı 2 universitet alternativ qoymalısınız. Bu nəyə bərabərdir? Məsələn, adam sizə sual verir ki, birdən bu universitetlərə balın çatmasa, hansıları məhz özünə uyğun görürsən də, yəni oxumaq üçün. Ona görə mütləq məsləhətdir ki, əlavə bir dənə alternativ universitetlərdən əlavə edin. Tutaq ki, deyirəm, məsələn, kooperasiya deyək, mən çoxu misal verirəm, yəni və məsələn deyirəm, bir dəqiqə, məsələn, Bakı mühəndislik deyirəm, məsələn. Amma görürsünüz, siz əlavə edəndə bu həmişə arzu kimi düşür. Ona nə edirsiniz? Məsələn, Bakı mühəndisliyin üçün alternativdirsə, arzu sözünüzə klik edirsiniz, olur alternativ. Bir dənə də vursunuz, olacaq arzu. Deməli, arzu, bu oldu alternativ, bir dənə də, məsələn, kooperasiya, bu da olsun alternativ. Hansısa siyahını silməsində qabağında görürsünüz, belə deyək, zibil qutusu anlayışı düyməsi var. Vurursunuz, o siyahdan silinəcək. İndi növbəti addım var. Bir də var ki, istəmədiyim universitetlər. Bu nə deməkdir? Məsələn, sistem sizi formalaşdıranda, siyahını da analiz edəndə elə bir hal olacaq ki, siz nə arzularınıza düşə bildiniz, nə də alternativə düşə bildiniz və yaxud da o qədər az seçim oldu ki, 15 siyahı dolmadı. Amma sistem hamı çalışır ki, 15 siyahı doldursun ki, birdən də şey olmasın, çöldə qalmasın. Baxmayaraq ki, arzusu da alınmadı, amma azaldı və ya ki, alternativ də azalına bilər. İstər-istəməz, amma siz sistemə deyirsiniz ki, eybi yox, mən çöldə qalaram, amma mən bu filan yerdə oxumaq istəmərəm. Bu, onda deyirsiniz ki, istəmədiyim universitetləri. Yəni, əgər 15 yerdən az qaldısa, nəsə doldura bilmədiyin, özündən doldurmağa çalışanda bu universitetləri bura qətiyyən daxil eləmə.
Məsələn deyirəm, özü bura universitetdə çıxır ki, tutaq ki da, bura universitet çıxır ki, yuxarıda onları əlavə eləməmisiniz. Yəni istəmədiyim universitet seçəndə siz baxarsınız ki, yuxarıda əlavə elədikləriniz burada görsənmir də, məntiqli sistem bunu kontrol edir. Mən tutaq deyim ki, Azərbaycan Odral Yurdu, yəni bu adları boş verin. Yəni mən bu universitetin reytinqini toxunmaq istəmirəm, sadəcə yəni nümunə verirəm. Deyirəm yada saxla. Yəni ki, sistem versə bunları ora daxil eləməyəcək. İndi eyni qaydada deyir ki, ixtisaslar. Yəni mən harda oxumaq istəyirəm? Daha doğrusu hansı ixtisaslar? Məsələn, bunları seçirəm. Məsələn deyirəm də, maliyyə, marketinq, menecment, mühasibat, tutaq ki da statistika, sosiologiya, məsələn deyirəm, yadda saxla deyirəm, düzdür? Və eyni qayda burada deyirəm ki, bunlar mənim üçün alternativdir. Mənə əsas bunlara salmağa çalış, olmasa alternativlərə. İndi də eyni qaydada mən istəmədiyim ixtisas, yəni mən ümumiyyətlə oxumaq istəmərəm də o ixtisası. Əlavə deməsin basırıq, tutaq deyirəm ki, mən heç vaxt orada mənim olmaq istəmərəm, nə bilim, bəliyyəni kesib oxumaq istəmərəm. Budum yada saxla. Bu qədər sadə. Bunları vurduqdan sonra deyirsiniz ki, seçim siyasını hazırla. Tamam. Seçimləriniz hazırdır, görürsünüz. Və deyirin nəticəyə bax. Super. Baxın, əla şanslar. Sistem sizi aparıb sizi 15 siyahını düzəldib. Yəni, burada da göstərdir ki, sizin seçim balınız, sənin balın neçədir? Proqnoz nədir və 26 fərq, plus fərqlə, yəni müsbət fərqlə, o demək ki, sizin şansınız böyükdür, əladır. Mən bu əla digərlərində, məsələn, fərq burada baxın, ortadır. Yəni, yenə də müsbətdir, amma fərq. Amma aşağıya daha yaxınsınız da. Ona görə də bu okeydir. Və bu siz seçimlərinizi görürsünüz, yuxarı yazılıb, əla, orta, riskli. Düzdürmü? İndi nə edirik biz? Yuxarıda görürsünüz PDF var. Düzdür? PDF deməsən vurursunuz, deyir ki, göndərirsiniz. Çünki ola bilər ki, siz bu siyahı yenidən baxmaq istəyirsiniz, nə vaxtsa, ən azı PDF formasında və kiməsə göndərmək istəyirsiniz. Düzdür? Deyirsiniz, göndər. Baxın, göndər dediniz. Əla, uğurla göndərildi. Gördünüz, yuxarıda mənim telefonuma mesaj gəldi. Vurdum. Baxın, atdı mənə mesaj. Üzərinə klik eləyirəm. Möhtəşəm. Baxın, bütün PDF ilə həmin məlumatlar hamısı mənə burada gəldi burada. Görürsünüz uşaqlar. Bu belə. Aha. İndi baxın, dala qayıdıram. Məsələn, sizin balansınız biraz əvvəl 1 var idi da. Mən də hesabıma geçsəm, görürsünüz, 15-li seçim də 0 qaldı. Bu məsləhət bölməsindən qalıb yenə davam eləmək istəsəm, mənə xəta verəcək. Seçim siyasını hazırla. Xəta baş verdi. Mütləq xəta baş verdi. Düzdür, bunu əslində biraz düzəldib daha belə anlaşıq eləmək istəyirik. İndiki formada davam edirik. Okey. İndi o biri bölməyə gedək. Deməli, qayıdırıq yuxarı dala. Mən tutaq ki, siz nə vaxtsa seçimlərimizə baxmısınız da, yəni eləmişsiniz. İndi balansınız yoxdur, amma baxmaq istəyirsiniz ki, nə seçmişdiniz və nə nəticə alınmışdı. Baxın, yenə də yuxarıda var əvvəlki seçimləri vurdunuz. Görürsünüz, çıxartdı ki, siz bugün saat deməli 17:06-da belə bir şey eləmişsiniz. Sizin blok balınız bu olub, bunları seçmişsiniz. Əyani, dövlət, ikinci qrup olmuşsunuz və deyirəm ki, nəticəyə bax deyirəm, vururam. Həmin nəticələr yenə görsənə bilir, başa düşdünüz də və PDF-dən yenə baxa bilərsiniz. Yəni, buna artıq balans lazım deyil, belə deyək. Dala qaydırıq. İndi isə daha maraqlı isə, məsələn, mən deyirəm ki, dostlar, məsələn, mən deyirəm ki, mənim yanımda siyahı var. Smart mobil tətbiqini, onun yoxlamasını istəyirəm. Bu nə deməkdir? Məsələn, deyir, siyahınızı yoxla. Baxın, biri var, kağızı qoşur stolun üzərinə, düzdür, uşaqlar. Kağızı qoşur stolun üzərinə və oradan çəkib göstərə bilərsiniz. İndi mən sizə buradan başqa yol var, qaleriyadan seçirsiniz. Məsələn, tutaq ki, kimsə sizə WhatsApp atıbdır, o sizin telefonunuzda qaleriyada qalıb, düzdür? Burada çox rahatça, qaleriyadan seç deyirsiniz. Baxın, burada açıldı, düzdür uşaqlar? Məsələn, mən bunu seçdim, bu şəkli. Deyirəm, dan. Gözü şəkil düşdü bura, düzdür? Yəni, bu şəkil məcbur deyil ki, məhz belə formatda olsun. Mən sadəcə haradan nümunə götürmüşəm? Bu, bir dostumuz o vaxtda 2020-ci ildə bir nəfəri kodlaşdırıbdır.
onun nəticəsidir. Yəni ola bilər siz kimsə getmişsiniz, kodlaşdırmısınız, ya dimin zaten çıxan səhifədir və ya da ki onun özünün proqramı olur, Excel-ə yığır, oradan çap eləmiş ola bilər, hətta əl yazımı da ola bilər. Platforma onu tanıyacaq, başa düşürsüz və deyirəm davam et. Aha. Möhtəşəm dostlar, görürsüz sistem nə yazdı? Yazdı ki, mən sizin yuxarıda diqqətlə fikir verir. Platforma nə elədi? Dedi ki, mən sizin 15 seçiminizi dəqiq müəyyən eləmişəm, oxumuşam. Yəni 15-in 15-ini də oxuya bilibdir. Yoxlaya bilərik, birin birə düzdür də. Yəni bu möhtəşəmdir. Amma 4-ünü müəyyən edə bilmədi. Bu nə deməkdir? Məsələn, tutaq ki, siyahıya görə indi siz burada siyahını tam görməmiş ola bilərdiniz. Hələ yuxarıda qrup bloka fikir verin, onu izah edəcəm. Burada nə yazılıb? Şəkildən oxuyan seçimlər. Məsələn, dövlət X-a yazıb, oxuyub ki, X-a seçmişsiniz, yazmısınız, mercmi yazmısınız, əyanı qoymuşsunuz, dövlət sifarişləri hamısını oxudu, düzdür. Bu altda qoydu ki, mən bunu müəyyən etdim. İndi baxın, nə deməkdir? Baxın, qırmızı. Baxın dostlar, dövlət və bələdiyyə idarəetməsi bunu oxuya bilməyib. Oxuya bilməyib yox ha. Kağızdan oxuya bilib. Adları oxuyubdur. Amma baza düz gəlməyib. Məsələn, burada bir dənə hal da var. Məsələn, doğrudan sistem çox düz işləyir. Bu siyahıda məndə 2020-ci il məlumatdır, dostum bunu mənə verib, düzdür? 2020-ci ildə bu ixtisas regionşünaslıq 2-ci kursdaydı. Amma sistem baxır ki, indiki o proqnoz sistemimizdə də bizim arxa fonda işləyən möhtəşəm məlumat sistemi. Bu ixtisaslar artıq dövlət qanunu dəyişibdir. Bu ixtisas artıq 3-cü qrupdadır. Amma bu belə ixtisas tapa bilməz o. Başa düşürsünüz, yoxlama tələb eləyirsən. Gör nə qədər ağıllı sistemdir. Və indi siz deyirsiniz ki, tamam, mən onsuz sistem sizə kağızdan oxumur da, sizin balınız falan nədir? Siz kağızdan siyahları oxudunuz sizin üçün. İndi siz deyirsiniz ki, mənim qrupum budur, 2-dir. Məsələn, tutaq ki, burada 170-dir, burada 200-dür, düzdür. Bunu yuxarı qaldırım. Bəli. Deyirəm, nəticəni görsət. Gör nə yaz? Yazır ki, bəzi seçimlər müəyyən edilməyə, 4 dənə müəyyən edilmədi və ekranda qırmızı göstərilibdir. 11 seçim üzrə hazırlanacaq. Və baxın uşaqlar, mən şəkildə dəyişə bilirəm. Mən davam et desəm, sistem, tutaq ki, 10-cu yoxlayıcı, 10-cu başlamışdırsa, o sıranı pozmur. Bu nə demək? Davam et deyirəm, fikir verim. Baxın, sistem göstərir ki, çətin düşə bilərsiniz falan, risklidir, ortadır. Amma burada fikir verin, 10 və 13. Niyə deyə bilərsiniz ki, 10-dan 13-ə köçdü? O əvvəlki səhifədə gördünüzdə yəqin ki, 11 ilə 12 deməli tanımadıqları, yəni bazada məlumat görməmişdi. Ekrandan oxumuşdu, amma bazada yox idi məlumat onunla bağlı. Ona görə də 11, 12-ni, yəni bu 13-ü qatırıb 11 eləmir də. Yəni siz biləsiniz ki, mənim 13-cü sətrim təlimatı nədir? Bax, hətta buna baxın. Görürsünüz, Bakı dövlət deyir ki, ay Bakı dövlətdə olan regionşünaslıq. Gör nə yazıb altda? Deyir, seçim mövcuddur, lakin seçilmiş ixtiyar qrupuna uyğun deyil. Bu fantastikadır. Yəni ki, aldada bilmərsən məni. Yəni regionşünaslıq artıq 3-cü qrupdadır. Amma 2020-ci ildə bu ixtisas olmuşdu 2-ci qrupda. Təsəvvür edirsiniz də. Və indi dostlar, eyni qaydada burada PDF vurursunuz. Deyirsiniz göndər. Möhtəşəm, uğurla göndərildi. Görürsünüz, gəldi mənə mesaj uşaqlar. Baxın. Super. Başa düşdünüz uşaqlar? Bəli. Sorry, biraz tələsdim. Və mənzərə budur dostlar. İndi eyni şey, məndə indi elə bir kağız yoxdur. Siz deyə bilərsiniz ki, yenidən məsələn də əvvəlki formada deməli siyahını yoxlayan deyə bilərsiniz ki, şəkil çək. Kameramız açılacaq uşaqlar. Tutaq ki da belə baxacaqsınız. İndi məndə o kağız yoxdur, çox təəssüf ki. Çəkib həmin haldan oxuyasınız. Baxın dostlar, indi isə bu halı izah edirəm ki, tutaq ki siz kamera, əlinizdə kağız var, yəni elektron yoxdur, kağız var. Kağıza eləməksiniz skan. Şəkil çək deyirsiniz. Məsələn, görürsünüz. Və biraz belə rahat eləməlisiniz ki, çox dumanlı olmasın, şəkili sistem tanıya bilsin. Çəkdik. OK dedik. Və deyirik, davam et.
Görürsüz dostlar. Möhtəşəm. Burada isə 15-dən 8-ini müəyyən edir. Yuxarıda ekranı görürsüz də. Fantastikadır da. Yəni bu sadəcə bir fantastikadır, yəni. Görürsüz dostlar. Bax eyni qayda burada. Hətta burada adını da oxuyuram. Yəni şəkil çox primitivdir. Bu şəkil özünüz gördünüz də. Çox keyfiyyətsizdir, amma yenə də platformamız bunu oxuya bildi. Bax bu qədər sadə. Ona görə də Smart Abituriyent çox ciddi işlər görür. Çox ciddi, möhtəşəm işlər eləmişik. Hesabımız da qalığımız harca sıfırlandı. Məsələn, tutaq ki, indi deyirsiniz ki, mən əlavə paket almaq istəyirəm. Əlavə paket al desəniz, sistem deyir ki, mən sizə yenə də həmin nömrəvizə o 3 dənə paketin linkini göndərəcəm. Göndər deyirəm. Okey. Baxın, yenə gəldi linklər. Hansını istəyirsə klik eləyib, yenə də balansımız artacaq. Belə, hamı tələbə olacaq, uğurlar. Suallarla bağlı 050 341 30 20. Görüşərik.